canınız kurban canım Azerbaycan'a. Biz kibarız, bizlere Kafkaslıyız. Oynak ritmimizle kanatlı pervazlıyız. Can diyarım Azerbaycanlıyız. Bizleri iki koşak değerli kanlıyız. Biz kibarız, bizlere Kafkaslıyız. Oynak ritmimizle kanatlı pervazlıyız. Can diyarım Azerbaycanlıyız. Bizleri iki koşak değerli kanlıyız. Elnur Qapıyadov zərbəsi müdafiəçilər yerindədir. Alan Beyləqan komandası, üzr istəyirəm, Bahar Beyləqan komandası müdafiəçiləri ayıq-sayıq oynadılar. Elnur'a ötürülmə, mərkəzdən cinahı dəyişilir. Aksu City komandası 3-cüdən zərbəni yerinə yetirir. Metin'in ortaya doğru ötürməsi. Hücum devam edir. Yaxşı oynadı müdafiəçi Aksu City'nin. Metin yenidən sol ayağına çevirir, sağa çevirir. Ortaya doğru zərbə, qapıya doğru zərbə idi. Əslində müdafiəçilər ayıq-sayıqdır. Bahar Beyləqan komandası çox yaxşı komandadır. İndi isə Elnur topu ələ keçirir. Bir müdafiəçidən keçir. Mərkəzə doğru ötürmə. Biz də və gol Zöhrab hesab açsın. Artıq 1-0. Aksu City komandası öndədir. Golun müəllifi Zöhrab, ötürmənin müəllifi isə Elmir Xəlilov idi. Bəli, 1-0 Aksu City komandası önə keçir. Yenidən Aksu City komandası hücuma keçirdi. Mövla Nuri topu ələ keçirdi. Bahar Beyləqan komandasının 11 nömrəli gənc vingeri. Amma Zöhrab ona qarşı sərt oynadı, hakim fitini çalır. İndi isə sərbəst zərbəni Bahar Beyləqan komandası yeni yetirir. Bahar Beyləqan komandasının 99 nömrəli futbolçu topu oyuna daxil edir. Mərkəzə doğru ötürmə. Yenidən Aksu City komandası bir mövsüm topu ələ keçirir. Hücumun qurulmasında birbaşa iştirak edir bir mövsüm. Komandanın kapitanı. İndi isə ötürmə. Bahar Beyləqan komandası ötürməni oxudu və topu ələ keçirdi. İndi isə sağ cinahdan hücuma keçmək istəyir. 66 nömrəli ötürməsi bir-birini yaxşı başa düşmədilər. Out. Aksu City komandası topu oyuna daxil edir. Zöhraba doğru ötürmə. Zöhrab topu. Bahar Beyləqan komandası müdafiəsi topu gözləri ilə izlədi və Zöhrabın qapıya gəldiyini görüb düzgün seçim edərək topu uzaqlaşdırdı. İndi isə oyun epizodudur, amma sərt oyun kimi hakim saxladı. Futbolçunun vəziyyəti ilə maraqlanır. Yəqin ki, hər şey öz qaydasındadır. Aksu Futbol Klubunun futbolçuları da rəqib komandanın futbolçusu ilə maraqlanırlar. Bu bir idman mədəniyyətidir. Bu bir idmançı mədəniyyətidir. Alqış olsun hər iki komandaya. Aha, əla, qapıya doğru zərbə. Bəli, müdafiəçilərdən çıxdı. 3-cüdən zərbənin yerinə yetirməyi tələb edir hakim və Aksu City komandası növbəti təhlükəli vəziyyəti yerinə yetirəcək. 3-cüdən zərbə. Bəli, 3-cü nöqtəsinə Metin yaxınlaşır. Topu ofsunluyur. Əlverişli mövqeyə qoyur və asması sağ ayağı ilə mərkəzə ötürmə, biraz arxaya. Elnur'un zərbəsi qapıya doğru müdafiəçilər topu uzaqlaşdırmaq istəyirdi. Gözəl 15 nömrəli müdafiəçi yaxşı blok elədi. Bu bir ev tapşırığı idi, bəli, amma Elnur'un zərbəsi tam ayağına oturmamışdı. Oyun davam edir. 1-0 Aksu City Bahar Beyləqan üzərində qələbə qazanır hələ ki. Bəli, ötürməlidir. Ötürməsi, amma müdafiəçidən dönən top Zöhrab topu keçirmək istədi. Bahar Beyləqan komandasının 5 nömrəli müdafiəçisi topu ələ keçirib meydanda saxladı. Oyundu, bəli, oyundu. Zöhrab da topa çata bilmədi. Elmir Xəlilov
sol cinahdan hücumu qurur. Rəhim ötürdü. Rəhim Elnura. Yenidən Elmir Xəlilova doğru. Elmir topu ələ keçirməyə çalışır. 3 müdafiəçinin arasında topu qazandırır. Top yan xəttdən çıxır. Hücumun cinahını dəyişmək istəyir Aksu City komandası. 14 nömrəli futbolçusu topu ələ keçirir. Və Bayram, səhv eləmirəmsə Bayramdır 44 nömrəli futbolçu. O da topu itirdi öz növbəsində. Aksu City komandası qapıya doğru zərbə, qapçı yerində. Əla Rəhim öz sürəti hesabına 2 futbolçudan yayınır və topu ələ keçirir. Bəli, bəli, gözəl fintlərdir. Rəhim, artıq ötürməlisən. Ötürməlisən. Yenə də Elçin, komandanın kapitanı Elçin anlaya bilmədi. Öz komandası qapıya doğru zərbə, top üstəndən keçdi. Samir, alqışlar Samir, zərbə üçün ona təşəkkür edirik. Bəli, müdafiəçilərin köməyinə gəlmiş Elçin müdafiəçilərlə anlaşa bilmədi. Topu rəqib komandasına ötürdü. Yenə də Elçinə təşəkkür. Bu yaşda həm müdafiədə, həm hücumda komandasına kömək etməyə çalışır. Amma Aksu City komandası topu ələ keçirir müdafiədən. Elnura doğru ötürmə. Elnur məsafəni gözdən keçirir. Qarşısında 3 müdafiəçi var. Tam ötürmə və qapıya doğru zərbə olmalıdır və Elmir Xəlilov. Elmir Xəlilov, qolun müəllifi. Az öncə assistent idi, indi isə gol vurdu. Zöhrab topu ələ keçirmək istəyirdi. Müdafiəçi 5 nömrəli Çobud oyuna görə hakim saxladı. İndi isə hakimin sərt qərarına reaksiya verir. Reaksiyasını hakim sarı vərəqə verəcək, yoxsa yox. Hakim təmkinlidir, alqışlar olsun. Rəqib komandada olsa hakim təmkinlə yanaşır. Alqışlar olsun. Cərimə zərbəsini Aksu City komandası yerinə yetirir. Elnur topa toxunmaq istəyir. Yox, Mətin qapıya doğru zərbəsi. Qapçı ikinci cəhddə topu ələ keçirdi. Elmir Xəlilov qaydan topa zərbə vurmaq üçün qapçının üstünə şığımışdı, amma qapçı ikinci cəhddə topu ram edə bildi. Elnurla hücum davam edir. Rəhim qapıya doğru ötürməsi 3-0. Bu nə şodur Rəhim. Öz amplasında Zöhrab və Rəhim hücumun Ronaldosu və Messisi. Topu Zöhrab ələ keçirdi. Az öncə Metin topu ram etdi. Zöhrab ötürdü. Aksu City komandası hücumun cinahını dəyişir. Sağ cinahdan Rəhim topu Zöhrab ötürdü. Zöhrab yenidən mərkəzdə varcal edir. Bəli, bir neçə fut müdafiəçini keçir. Cərimə olmalıdır bu. Ayağa doğru cərimə idi. Zöhrab zədələnir. İndi isə Bahar Beyləqan komandasının 5 nömrəli müdafiəçisi gəlib onun əhvalını soruşur. Bəli, futbolun gözəlliyi bunlardır. Aksu City komandası topu ələ keçirdi və yenə Rəhim Elnura ötürəcəkmi? Bəli, Elnura doğru ötürməsi. Elnur topu ələ keçirdi. Afsay yoxdur, bəli. Sağdan irəliləyir və top Elnurdan çıxdı. Qapı xəttindən topu oyuna qapçı daxil edəcək. Zöhrab topu ələ keçirdi. Afsay yoxdur. Baxır da yan xət həkimə. Qapıya doğru zərbə və gol! Gol şousudur bu. 4-0 Aksu City Bahar Beyləqan üzərində qələbə qazanır. Samirin də bu oyunda əməyi var. Sağ cinahda gözəl keçidləri, reydləri var. Hələ oyun davam edir. Mövlan Nuri uzaqdan zərbə vurdu. Səhv eləmirəmsə Aksu City komandasının müdafiəçilərinin birinə toxundu, amma yenə yaxşı qol idi. Təəssüf ki, bu qolu qeydə ala bilmədim. Mövlan üzürlü hesab eləsin. Aksu City 4, Bahar Beyləqan 1. Birinci hissənin sonlarıdır. Bəli. Zöhraba doğru ötürmə. Müdafiəçilər. Samir cinahını dəyişib. İndi isə sol cinahdadır. Samirin ötürməsi. Mərkəzə əla Zöhrab keçə biləcəkmi? Bəli. Müdafiəçilər 3 bucaqdan topu çıxarda bildilər. Elçin ötürməsini 15 nömrəli müdafiəçiyə ötürür. Aksu City komandası topu yenidən ələ keçirdi. Elmir Xəlilov tək başına irəliləyir. Tək başına. Qapıya doğru zərbə müdafiəçidən qaydan top. Samir ələ keçirməyə çalışırdı.
Bahar Beyləqan komandası müdafiədə sıxılıb qalıb. İndi isə qəşəng 5 nömrəli müdafiəçi müdafiədən topu uzaqlaşdırmağa çalışdı. Yenə Mətin öz performansını göstərdi. Top ələ keçirir, yanında Rəhim var. Bəli, Rəhimlə oynadı. Rəhim mərkəzdən gedir və arxadan baxır. Çox gözəl. Rəhim ötürməsi, oyun duyumu, hər şey var bu uşaqda. Samirə doğru ötürmə. Samir Elnur'a geri qaytardı. Elnur boşluq arayır müdafiədə. Elnur gözəl driblinglər. Elnur bəli 7 nömrəli. Topu yenidən ötürdü. Boy. Bu ötürmə yanlış idi. Bəli, ilk hissə bitdi. Aksu City komandası 4-1 hesabı ilə öndədir. Elmir Xəlilov topu ötürməsi yaxşı alınmadı. Amma yenidən top Elmir Xəlilovdadır. Bəli. Yox, bu biraz sərtdir. Ötürmə gənc futbolçuya. Aksu City komandası hücumunu davam etdirir. Cinahı dəyişir. Qapçı 99 nömrəli futbolçu topu ələ keçirir. Zədəlidir. Az öncə toqquşma anında ayağından zədələndi. Ümid edirik ki, oyuna davam edə biləcək. Zöhrab topu ələ keçirir. Bir müdafiəsini keçməyə çalışır. Baxdı sağa, sola. Ötürməsini yoldaşına, komanda yoldaşına etdi. O isə öz növbəsində Zöhraba gözəl ağıllı ötürmə. Zöhrab qapıya doğru zərbə, qapçı yerində. İlk cəhətdən topu ələ keçirir. Zöhraba doğru ötürmə. Zöhrab yenidən cinahı dəyişir. Elmir Xəlilov. Xəlilov baxdı. Ötürməsini Mətin ötürdü. Mərkəzdən Mətin. Bir müdafiəçinin adəsindən çıxır. İkincisini də topu özü ilə cinahı dəyişməyə doğru gedir. Mərkəzə ötürməsi və üçüncüdən zərbə. Elçin topu ələ keçirdi. Bahar Beyləqan komandasının kocaman veteran futbolçusu 10 nömrəsi. Ötürməsi də demək olar ki, yaxşı alınmışdı. Yenə Mövlan Nuri sol cinahdan bir keçidi möhtəşəmdir. 10 nömrəli futbolçu qapıya doğru zərbə, yox bu ötürmə idi. Qapçı mövqeyini tərk eləmişdi. Yenidən qayıtdı mövqeyinə. Müdafiəçilər Elmir topu ələ keçirir. Mövsümün ötürməsi bu gözəl fənd idi və cərimə. Sarı vərəqə, hakim sərgi vərəqə verdi Zöhraba. Hakim fitini verəcək. İndi isə Elnur topa baxır. Birbaşa qapıya zərbə olacaqmı? Birbaşa qapıya zərbə, amma qapının üstündən keçir. Təhlükəli saymaq olardı Elnur'un bu zərbəsini. Hücum topu ələ keçirir Aksu City komandası, amma müdafiəçilər ayağıdır. Kapitan topu ələ keçirdi və ötürməsini qəşəng ötürmə idi və qapıya doğru zərbə. Bizim kameramanlarımız da belə. Ötürməsi qapıya doğru zərbə və gol. Zöhrab, mən bunu duymuşdum. Zöhrab ettirik etdi. Heç sevinmir, elə bir belə də olmalıdır. Ramin top ələ keçirdi. Ramin. Qəşəng Zöhrabı. Zöhrab. Rəhim top ələ keçirməyə çalışır. Qəşəng meydana çıxmamağa çalışdı. Hakim yan xəttdən. Aksu City komandası hücumunu davam etdirir. Elmir sağdan keçdi, bir də müdafiəsini ötürməsi yan xəttdən çıxdı. Elmir top ələ keçirdi. Elmir bir müdafiəsini keçdi. Qapıya ötürməsi. Cinahı dəyişir. Rəhim ötürmə və gol. 16 nömrəli gənc Aksu Futbol Klubunun oyuncusu oyuna daxil olduqdan sonra golunu vurdu. Ötürməni edənsə həmişəki kimi Rəhim idi. Mətin topu ələ keçirdi, bəli. Ötürməsi. Zöhrab bir müdafiəsindən keçdi, ikincisini də keçməyə çalışırdı. 5 nömrəli müdafiəsi yaxşı oynadı bu dəfədə. Bahar Beyləqan komandasında. İndi isə müdafiə xəttindən Aksu City hücuma keçir. Bəli. 4 nömrəli müdafiəçi hücumda da özünü sınamağa çalışdı, amma bu dəfə alınmadı. Ramin cinahdan irəliləyir. Müdafiəsini keçdim. Mərkəzə doğru.
Rəhim ötürməsi. Qapıya doğru zərbə. Ay 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 ay. Yaxşı düşürmüşdü müdafiəçi 4 nömrəli futbolçu. Ramin topu götürüb keçirdi. Bəli, ötürməsi. Məcidə doğru. Məcid Raminlə oynadı. Bəli, bu gənclər gələcək vəd edirlər. Zöhrab. Zöhrab qapıya doğru zərbə. Bu dəfə alınmadı Zöhrab. Bu dəfə alınmadı. Zöhrab alqışa layiq oyun sərgiləyir. Ramin topu ələ keçirməyə çalışdı. Müdafiəçilər yaxşıdır. Mətinə top gəlib çatır. Mətin qapını yoxlaya biləcəkmi? Yox, yox, yox. Qəş oynadı 14 nömrəli futbolçusu Bahar Beyləqanın. Amma ötürməsi yaxşı olmadı. Məcid topu ötürdü. Elmirə. Elmirin mərkəzə doğru ötürməsi. Mətin ələ keçirir topu. Bir müdafiəçi var qarşısında. Keçməyə çalışdı. İkinci müdafiəçi gəldi və hakim fitini çaldı. Çobudluq inanırıq ki, hər iki komandanın heyətində zədə o qədər də təhlükəli olmaz, ciddi olmaz. Hər iki komandanın futbolçuları bir-birindən üzrxahlıq diləyirlər. Budur mədəniyyət, budur idman mədəniyyəti. Ramin cinahdan irəliləyir, topu itirdi. Hakim fitin çaldı və oyun bitdi.